Hamıya salam. Biz bugün sizlərlə birlikdə isim bölməsinə baxacağıq. Elə isə gəlin başlayaq. İsim nədir? İsim varlığını yaşayan, adını bildirən əsas nitq səsdir. Suallar isə kim, nə, harada. Kimsə ona cavab verən məsələn Nərgiz. Nəsə ona cavab verir məsələn Qələm. Harası ona cavab verən deyə bilərik Azərbaycan. Konkret və mücərrət olur isimlər. Konkret nədir? Gözlə görə bildiyimiz, əllə toxuna bildiyimiz bunlardır. Misal üçün deyirik qələm, dəftər, kitab və s. Biz bunları görürük demək konkretdir. Mücərrət isə konkretin əksi, yəni gözlə görə bilmədiyimiz, əllə toxuna bilmədiyimizdir. Bir də iki dənə isim var ki, bu həm konkret və həm mücərrətdir mənasına görə. Analıq və atalıq sözü. Bir və kimsə analığı, atalığı mənasında məsələn bu cür olmuş olur. Bir də var ümumi və xüsusi isimlər. Ümumi isimlər kiçik hərflə yazılı ağac, kitab, qələm və s. Xüsusi isimlər nədir? Və insana, heyvana və s. verilən xüsusi adlardır. Misal üçün toplan. Bu heyvanlara itə verilən addır toplan. Bu xüsusi isimdir. İnsanların adlarının hamısı xüsusi isimdir. Şəhərlərdir, ölkələrdir və s. Bunların hamısı xüsusi isimdir. Bir də quruluşca 3 növ vardır isimin. Sadə, düzəltmə, mürəkkəb. Sadə isimlər kökdən və yaxud da kök və qrammatik şəkilçisindən ibarət olur. Düzəltmə isimlər kökdən və leksik şəkilçisindən ibarət olur. Mürəkkəblər isə ayrı-ayrı köklərdən ibarət olur. Sonra isimlər tək və cəm olur. Cəm şəkilçisi ümumiyyətlə lərdir. Tək isimlər məsələn qələm deyə bilərik. Cəmdə qələmlər olmuş olacaq. Bir də isim mənsubiyyətə görə dəyişə bilər. Nədir bu mənsubiyyətə görə dəyişməsi? Mənsubiyyət şəkilçisi. Mənsubiyyət adından da göründüyü kimi mənsubluq bildirəcək. Məsələn, mənim kitabım. Kitab sözünü götürəndə mənim kitabım, yəni kitab kimə mənsubdur, kimə məxsusdur, mənə məxsusdur. Mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Bu şəkildə olmuş olacaq. Lar plus ü şəkilçisi olmuş olacaq. Bir də ki, ismin halları var. İsmin 6 halı var. Hansılardır? Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq. Adlıq halının xüsusi bir şəkilçisi yoxdur. Cəm və mənsubiyyət qəbul edir. Yiyəlik halı isə n, nündür şəkilçisi. Yönlük halda a, ədir. Və yönlük hal kökdə fərq yaradacaq. Təsirlik hal i, u, ü, yerlik da, də, çıxılış isə dan, dəndir. Və çıxışlıq hal şəkilçidə fərq yaradır yalnız. Yiyəliklə təsirliyə baxaq. Yiyəlik həm müəyyənlik, həm qeyri-müəyyənlik. Təsirlik də onun kimi həm müəyyənlik, həm qeyri-müəyyənlik olur. Müəyyən olması üçün şəkilçinin görünməsi lazımdır. Qeyri-müəyyənisi şəkilçisi görünmür, yəni gizlənibdir. Əslində var, amma gizlənibdir. Təsirlikdə onu neyin? Misal üçün kənd əhalisi deyirik. Burada qeyri-müəyyən yiyəlikdir. Səbəb nədir? Kəndin əhalisi. Baxın, orada gizlənibdir yiyəlik hal. Kəndin əhalisi. Bir də ismin sifətləşməsi var. İsmin sifətləşməsini biz atributivləşmə deyirik. Bu zaman sifətin sualına cavab verəcək isim və cümlədə təyin olacaq. Məsəl üçün, taxta qapı çürüyür. Çürüyür nəyidir? Çürüyür nə qapı? Hansı qapı? Taxta qapı. Hansı sualına cavab verir? Sonra isimin şəxsə görə dəyişməsi. İsim şəxsə görə dəyişəndə şəxs şəkilçiləri hansılardır ümumiyyətlə? Birinci şəxsin təki am, misal üçün deyirəm ki, mən həkiməm, aməm, sən həkimsən, sən, o həkimdir, dir, dur. Biz həkimik, qi, siz həkimsiniz, sınız, onlar həkimdirlər. Dir, dur, plus cəm şəkilçisi olan larilər olmuş olacaq. Mənsubiyyətlə şəxs şəkilçisi asan imiş. Məsələn, mənsubiyyət adından gördüyü kimi mənsubluq bildirirdi. Şəxs adından gördüyü kimi şəxs bildirirdi. Şəxs, məsələn, mən həkiməm dedim. Sən olanda sən həkimsən, o həkimdir və s. Mənsubiyyətdə mənim kitabım, sənin kitabın, onun kitabı və s. bu şəkildə olmuş olacaq. Deməli, bugünlük bu qədər.